deməli bir şey başa düşə bilmirəm ki, yəni niyə insanlar belə aqressiv, niyə? Siz nə bilirsiniz ki, Zeynal ilə Şəbnəm hansı dərəcədə yaxın bir münasibət var, hansı sidqi ürəkdə münasibət var, Zeynal ilə Şəbnəmin sirləri var. Zeynal ilə Şəbnəm ümumiyyətlə neçə illərin rəfiqəsidir, tanışıdır, dostudur, sənət aləmində, camiyyəsində. Hətta bizim aramızda lazımiyyə yarandı belə, biz onu öz aramızda həll elədik. Mən onu o mənada deməmişəm, bir də deyirəm. Mən səliqəsiz, yəni ifaçı o deməkdir ki, yəni muğamın şöbələrini bilmədiyinə görə səliqə səhmandan düzülüşün bilmir. Bu məqsədlə demişəm, bu məsələ ilə bağlı demişəm. Yəni belə də ki, yaxşı eləmişəm, əlimin də içindən gəlib demişəm. Bunu Şəbnəm bilər, mən bilərəm. Nə girmişsiniz qarışqa kimi cəmaatın arasına, ona buna göndərsiniz, Şəbnəmə göndərsiniz, mənə göndərsiniz. Lazımsız söhbətlər edirsiniz. Siz nətər insanlar, adam istəyir insan ki, efirə də çıxar, sizin əlinizdən efirə də çıxmaq istəmirik. Sizin nə bilim bu lazımsız söhbətlərinizə görə inanın ki, efirə də çıxmaq istəmir adam. Ya da odur ki, işimizlə məşğul olur. Şəbnəm bilər, mən bilərəm. Hə, bunu da deyim, ürəyimdə qalmasın. Şəbnəm yeri gəlsə elə bir muğam ifa elər, elə bir ifaçı ki, olar muğam ifacısı. Andol Allaha ki, handan hana muğam deyərlər, Şəbnəm ki, oxuya bilməz. Bunu da deyim, biləsiniz. Şəbnəmin səs potensialı buna müsaade edir ki, yəni Şəbnəm hər bir şeyi ifa edə bilər. Şəbnəmin səsinin diapazonu və Şəbnəmin səsinin rəngi, gözəlliyi muğam ifasını etməyini, yəni böyük bir yəni şanslı ki, o onu ifa edə bilər. Həqiqətən ifa edə bilər, bunu mən deyirəm. Yəni Şəbnəm düşünməyin ki, Zeyfira ilə Şəbnəmin arasında siz nəsə yaratdınız. Şəbnəm yeri gəlsə elə bir muğam oxuyar ki, Quran and olsun, handan hana deyən xalq artistlərindən yaxşı oxuyar.